Bu çox mühümdür ki, eşq və məhəbbət ki, öz əsil zindiqanlığınızın adamından dəryaft edirsiniz, onun qədrini biləsiniz. Müraciələrimin biri deyirdi, mənim partnerim o qədər mənə eşq, təvəccüh, enerji verirdi ki, bir zaman bu nəticəyə yetişdim ki, vav, mən çox istəməliyəm, çox obahatlıyam, çox cəzzab bir adamam. Məni rəvanşünasın baxışında bunun ürək bağlamaqlıq səbki naimendir və bir ictinabi səbki var. Vaxtı ona bombaranı eşq sərazir olur, gedir və fasilə açır. Ta ayrı yerlərdə də bu ehsası tapsın. Müraciəm deyirdi ki, getdim, döylərimi vurdum, vəli gördüm ki, çoxlarının qəsdi sui-istifadədir. Daha heç kəs mənə bu hissi verə bilmir və getdim, gördüm, öz rabitəmdən, öz partnerimdən xəbər yoxdur. Mənə deyirdi, doktor, olar onunla danışasan ki, qeydə. Mən onun etiramına partnerinlə təmas tutdum, vəli bilirdim cavabı. Onun partneri cavabımda dedi, bu rabitə mənə çoxdandır qutulubdur. Bilirsiniz nə nədir? Bəzi vaxtlar biz tərəfin aynasında bir eşq və məhəbbət görürük ki, fikir edirik çox xaslıq və hər yerdə bu hissi ala bilirik. Fikir edirik ki, çox pərəstlikdəniyik. Bu çox mühümdür ki, eşq və məhəbbət ki, öz əsil zindiqanlığınızın adamından dəryaft edirsiniz, onun qədrini biləsiniz.